Məsələn, deyək ki, siz artıq logistika şirkəti olaraq qeydiyyatdan keçdiniz və admin sizin hesabınızı təsdiqlədi. Siz proqrama daxil olduğunuz zaman statistika səhifəsini görəcəksiniz. Statistika səhifəsində ümumdünya xəritəsi göstərilir. Bu xəritənin yerləşdirilməsində məqsəd sizin ümumilikdə sistem üzərində aktiv olan sorğuların hansı ölkələrə aid olduğunu qısa şəkildə görə bilməyinizdir. Məsəl üçün, burada artıq görünür ki, bizim İtaliya və Albaniya ilə bağlı sorğularımız mövcuddur. Sorğuları görmək üçün burada sol hissədə sorğular hissəsinə daxil oluruq. Artıq bu sorğuları görə bilirsiniz. Sadəcə bu sorğulara tam olaraq təklif verməyiniz üçün siz yerdə qalan qeydiyyatınızı tam olaraq tamamlamaq üçün yerdə qalan məlumatları da sistemə əlavə eləməlisiniz. Məsələn, ixtisaslaşmış olduğunuz nəqliyyat növlərini təyin edirsiniz. Əgər quru yoldursa və havadırsa təyin edirsiniz. Sığorta, yəni siz idxalatçı və yaxud da ixracatçılara hansı növ sığortaları təklif edə bilirsiniz? Onu özünüz üçün müəyyənləşdirirsiniz, sistemə daxil edirsiniz daha doğrusu. Sonra isə hansı bölgələrdə və yaxud da hansı regionlarda daha güclüsünüzsə onu qeyd edirsiniz. Bu məlumatları biz sistemdən ona görə tələb edirik ki, müştəri bunları görəcək. İdxalatçı və yaxud da ixracatçı şirkətlər sizin güclü olduğunuz regionları, sertifikatlarınızı görəcək və ona uyğun da sizin ola bilsin ki, qiymət təklifinizi ya təsdiq edəcəklər ya da imtina edəcəklər. Əgər yük maşınınız varsa, bəli təyin edib burada rəqəmini qeyd edirsiniz, sayını, yəni yoxdursa xeyrin üzərinə basırsınız. Hansısa bir beynəlxalq agentliyə üzvsünüzsə, bəli üzərinə basıb agentliyin adını qeyd edirsiniz, əks halda xeyr düyməsinə basırsınız. Və yaxud da ümumilikdə hər hansı bir sertifikatınız varsa, onu qeyd edirsiniz, daha sonra yadda saxla düyməsinə basırsınız. Yadda saxla düyməsinə basandan sonra artıq siz avtomatik olaraq deməli, sorğunun içəriğini görə biləcəksiniz və artıq sorğu ilə bağlı bütün məlumatları gördükdən sonra rahat şəkildə qiymət təklifi verə bilərsiniz. Qiymət təklifi vermək üçün təklif ver düyməsinə sıxırsınız və deyək ki, ola bilsin ki, müştərinin ilkin sorğusu yolla bağlıdır, yəni quru yolu ilə istəyir. Quru yolunu seçib, qiyməti də qeyd edirsiniz, valyuta da müəyyən olunur, əlavə qeyd varsa onu da bildirirsiniz. Daha sonra əgər siz fikirləşirsinizsə ki, müştəri ola bilsin ki, quru yolunu istəyir. Lakin sizin hava yolu ilə də münasib təklifiniz var. Ona uyğun olaraq yenidən təklif üzərinə daxil olursunuz və bu dəfə hava yolunu seçirsiniz. Və eyni qaydada qiyməti müəyyən edib, valyutanı təyin edirsiniz və qeyd edirsiniz ki, hava yolunu da nəzərə ala bilərsiniz. Qeyd etdiniz və təsdiqlə düyməsinə basırsınız. Bundan sonra son bir dəfə olaraq siz istəsəniz əgər yenidən hər hansı bir təklifiniz varsa onu da göndərə bilirsiniz. Ümumilikdə deyək ki, artıq mən bu sorğuya təklif verdimsə siz burada görəcəksiniz ki, siz bu spesifik sorğu üçün artıq 2 qiymət təklifi vermisiniz. Aydındırmı? Verdiyiniz qiymət təklifini görmək üçün yenidən sorğu və həmin sorğuya, spesifik sorğunun təklif versiyasına daxil olursunuz və ən aşağı gəlirsiniz. Gördüyünüz kimi bu hissədə siz artıq deməli qiyməti görə bilirsiniz və hər hansı bir qeydiniz varsa onu görə bilirsiniz. Və əlinizdə əgər update olunmuş, yenilənmiş bir təklif varsa, təklifi yenilə üzərinə basıb qiyməti yenidən müəyyən edə bilərsiniz. Və siz bunu elədiyiniz zaman artıq qarşı tərəfə bununla bağlı bildiriş gedəcək. Sorğuya qiymət təklifi verdikdən sonra siz özünüzün təkliflərinizi ayrılıqda sırf təkliflər hissəsində görə bilərsiniz. Məsəl üçün, siz artıq spesifik sorğu üçün, bu ID-də olan sorğu üçün 2 qiymət təklifi vermisiniz və müştəri artıq sizin qiymətinizi gözdən keçirir. Təsdiq edəcəyi təqdirdə sizə artıq avtomatik olaraq bildiriş gələcək. Müştərinin ola bilsin ki, idxalatçı və yaxud da ixracatçının sizin verdiyiniz qiymət təklifi ilə bağlı sualları ola bilər və s. və ilaxır. Belə olacağı təqdirdə indi hal-hazırda bu sizin üçün keçərli deyil, lakin idxalatçı üçün burada başqa bir seçim olacaq. Hansı ki, verdiyiniz qiymət təklifi ilə bağlı sizə rahatlıqla mail göndərə biləcək.
Sırf mail yazışması sizin ümumiyyətlə qarşı tərəflə olan diyaloqunuzun rəsmiləşdirilməsi üçün atılmış addımdır və siz rahat şəkildə platformadan kənara çıxmayaraq elə sanki Gmail və yaxud da Outlook üzərindən mesajlaşırmışsınız kimi, daha doğrusu mailləşirmişsiniz kimi buradan mailləşə biləcəksiniz. Hal-hazırda marşrut və marşrut təklifləri üzərində işlənilir. Bu bölmələr tezliklə aktiv olunacaqdır. Siz şirkətinizin məlumatlarını yeniləmək istəyirsinizsə, məsəl üçün bura gələ bilərsiniz. Təşkilat hissəsində əməkdaş əlavə eləmək istəyirsinizsə, əməkdaş əlavə eləyib ona access, yəni giriş verə bilərsiniz. Və yaxud da ümumilikdə şirkət